Bəzi hallarda pasientlər uzun müddət keçməyən baş gicəllənməsi və panik atak əlamətləri ilə müraciət edirlər. İlk növbədə qeyd etmək vacibdir ki, mən pasiyenti klinik olaraq görmədən, obyektiv və subyektiv dəyərləndirmə aparmadan konkret diaqnoz qoymaq və ya müalicə planı vermək etik baxımından doğru deyil. Ancaq ümumi yanaşma baxımından qeyd etmək olar ki, baş gicəllənməsi simptomu təkcə nevroloji deyil, həmçinin vestibulyar, kardiovaskulyar, psixogen və metabolik səbəblərlə əlaqəli ola bilər. Panik atakla müşahidə olunan baş gicəllənmələr isə çox zaman persistent postural perseptual dizziness, biz buna qısaca olaraq PPPD deyilən vəziyyətlə əlaqələndiririk. Bu, beyində sensor inteqrasiyanın, yəni vizual, proprioseptiv və vestibulyar siqnalların düzgün işlənməməsi nəticəsində meydana çıxan bir funksional pozuntudur. Əsasən emosional stres və yaxud da ki, travmadan sonra başlayır və illərlə davam edə bilər. Bu tip hallarda yanaşma multidisiplinar olmalıdır. Nevroloji baxışla yanaşı psixoterapevtik dəstək, bəzən SSRI, qrup preparatlar və vestibulyar reabilitasiya tövsiyə edilə bilər. Yekunda isə bir daha vurğulamaq istəyirəm ki, düzgün diaqnoz yalnız ətraflı klinik müayinə, tarixçə və instrumental qiymətləndirmə nəticəsində qoyula bilər. Sağlamlığınız üçün dəqiq və fərdi yanaşma ön plandadır.